4 aprel tarixindən hər birinizə salam. Bu günlərim gedirəm. Deməli, İstanbul Digital Deneyim Müzeysi var. Sirkeci tərəfdədir. Yox, Sütlücə tərəfdədir. Həmçinin onun da yanında Miniatürk var. Hansı ki, Miniatürkdə deməli, Türkiyəyə aid olan məşhur belə deyək, yerlərin kiçik bir maketləri var. Ora doğru gedirəm. Əgər vaxt qalsa, yerə batan sarnıcına gedəcəm. İkisi də fərqli destinasiyalardadır. Ona görə ikisi də deyəndə deməli Miniatürklə Digital Deneyim Müzeyi Sütlücədədir. Amma yerə batan sarnıcı Sultanahmet tərəfdədir. Belə gedək, görək bu günlərim nələr çəkə biləcəm və sizə nələr göstərə biləcəm. Hal-hazırda Sütlücədəyiz. Əsil, yəni aprel havası, gün və artıq ağaçların yarpaqları da var. Çox gözəl. Digital Deneyim Müzesi və Miniatürk yan-yanadır. İndi ora doğru gedirəm. Birinci yəqin ki muzeyə girəcəm, daha sonra Miniatürkə daxil olarıq. Digital Deneyim Mərkəzi. Aslında buranın adı Digital Deneyim Müzeysi gedirdi. Amma demək ki mərkəziymiş. Muzeyimizə daxil olduq. Burada deməli belə aslında bura uşaqlar üçün daha yaxşıdır. Burada geleneksel Türk sanatları adlı bir stend var. Həmçinin burada ekranlar. Bu da miniatürlərlə bağlıdır. Gelenekten geleceğe. Bu şekilde. İkinci hissəyə daxil oluruq. Hazırda burada indi göstəri başlayacaq. Hacivat və Karagöz. Hansı ki Türklərin gölgə sanatının belə deyək də nümunələrindən biridir. İndi onlarla bağlı göstəri başlayır. Buralar sadəcə beyaz divarlardır. Proyektorla vururlar sadəcə. İndi göstərimizə baxaq. Yahu nerede bu Karagöz? Nereye gitmiş ola ki? Ama nereden geldi yahu ses? Karagöz'üm neredesin? Ya işte buradayım. Çağırın mısın nesin? Allah Allah! Acaba buradan mı geldi bu ses? Karagöz'üm neredesin? Sarnıca mı sığındın? Sarnıcıda yılan dadandı. Ben camiye saklandım. Ya geçeyim, çekeyim de ya geri dönemezsek? Merak etme Karagöz'üm. Her iki çekişte bir başa sarar bu alet. Topun fitili yanmadan çoktan döneriz elbet. Vallahi sözüm söz. İftara dönmezsek defterini düreriz.
Top da kafanda patlar, sahura helvanı yeriz. Sözüm söz Karagöz'üm. Varacağız cihanın merkezine. Say say bitmeyecek akçeleri. Hadi bakalım. Alalım yerimizi. İki, Karagöz'üm neredesin? Buldun mu altınları? tekniğini bulayım diye göstereceğim sana altın sopayı. Hay Allah. Burası değil galiba. Burada altın akçe yok. Yanlış evrene geldik. Zaten bir işte bir seferde becerdiğini göremedik. Ama çıkmasın bizim makine yalan. İşte yumurtanın çocuğu, üstün akçelerle tahtın büyür. Barınız varacağız merkezden gitti tahtları. Kaç Karagöz'üm kaç. Sen de kaç, ama benden yavaş kaç. Kaç, kaçalım elinden gel. Kaç, Karagöz'üm geliyor. Kaç. kaç, kaç. Karagöz'üm bölge kaçışta bu yılandan kurtuluş yok. İyi o zaman, sen dur konuş, bende yılan gibi yok. Bir Türkçem var, o da bana kadar. Olmaz. Olmaz. Artırılmış gerçeklik odası var. Tavuklar pişirmişim, acıya da karşıya göndermişim. Aslında hamısı süni intellektlə hazırlanmış şeylərdir. Mərkəzin sonudur. Burada yerdə xalça, həmçinin burada sürüşkən. Hansı ki uşaqlar üstündə hərəkət etdikcə xalça saplara bölünür. Digital deneyim mərkəzindən çıxdım. Fikirlərim yaxşı deyildi, yəni yaxşı ki 75 TL ödədim, çox ödəmədim. O da hardasa 3 manat 50 qəpiyə 4 manat eləyir. Elə bir şey. Çox fərqli bir ab-hava yaratmaq istəmişdilər, amma yəni o deyildi. Uşaqlar üçün yaxşı idi. İndi isə gedirik miniatürkə doğru. Gedək miniatürkə, orada da növbə var. Bənə baxa bilərsiniz. Hal-hazırda sıra var, növbədəyik. Yaxşı ki tələbə biletim var. Yoxsa 950 TL, yəni 45 və 50 manata yaxın pul ödəyəcəkdim. Amma indi 115 TL ödəyəcəm. O da ki 5 və 7 manat belə bir şey eləyir. Bu şəkildə. Olduq miniatürkümüzə. Gördüyünüz kimi ərazi bu şəkildə. İndi gedib bir-bir yaxından çəkib sizə də göstərəcəm. Mevlana türbəsidir. Türkiyənin Konya şəhərində yerləşir. 1274-cü ildə inşa edilib və deməli Səlcuqlular dövrünə aid ən gözəl əsərlərdən biridir. Selimiyə camidir. Edirnə şəhərində yerləşir. 1568-1575-ci illərə aiddir və minarələrinin uzunluğu 71 metrə qədər çatır. Çatan 4 minarədən ibarətdir. Bu şəkildə. Burada Anıtkabir'in deməli maketi bizi qarşılayır. 1944-1953-cü illərdə inşa edilmişdir. Bildiyiniz kimi Anıtkabir'də Atatürk'ün belə deyək, qəbri orada yerləşir. Ankara şəhərində yerləşir Anıtkabir. İzmit saat qülləsinin maketi yerləşir. Burada Rize Kiblə Dağı, Dua Təpəsi, Yusuf Hoca Caminin maketi yer alır. Bu cami deməli Rizedə yerləşir. Deməli qiblə yönündə olması və
şəhərin bütün hər yerindən görünməsi səbəbilə adı da Qiblə dağı, belə deyək də, Dua təpəsi, Yusuf Hoca cami kimi adlanır. Burada İshak Paşa sarayı yer alır ki, hansı ki Ağrı şəhərində yerləşir. Deməli, bu sarayda həm Anadolu Səlcuqlarının, həm Gürcüstanın və Qafqazlara qədər fərqli mədəniyyətlərin birliyini göstərir bu saray özündə, əks etdirir. 1926-29-cu illərdə inşa edilən, deməli, İtalyan mimar Giulio Mongeri tərəfindən Ziraat Bankasının ilk binası Ankara şəhərində yerləşir. Bu şəkildə. 1981-ci ildən muzey kimi fəaliyyət göstərir. Burada Safranbolu evləri yerləşir. Türkiyənin Safranbolu şəhərində yerləşən bu evlər 18-ci əsrlərin sonlarından qalmadır. Evlərin deməli aşağı hissələrində daş, üst hissələrində isə ahşab kullanılmışdı, yəni taxta istifadə olunmuşdu. Evlər sokağa bitişik və sokaklar genelliklə dar, kıvrımlı, yokuş və çıxmaz sokak şəklindədir. Çanakkale şəhidləri anıtının mini versiyası yerləşir. Deməli, Çanaqqalada şəhid olan 250 min əskərin xatirəsinə inşa etdirilmişdir. 21 avqust 1960-cı il tarixində açılışı olmuş. Burada muzey, yanında Mehmetçik anıtı və Türk şəhidliyi yerləri, belə deyək, yerləşir. Eyni söz olsa da. Zeynəl bəy türbəsi yerləşir. Hansı ki Zeynəl bəy türbəsi 1462-1482-ci illərdə Ağqoyunlu hökmdarı Uzun Həsənin Otluqbeli savaşında şəhid olan oğlu Zeynəl bəy adına inşa etdirilmişdi. Türkiyənin Batman şəhərində yerləşir. Emir Bayındır Kumbeti adlı maket var. Bitlis şəhərində yerləşir. Türkiyənin, hansı ki deməli Uzun Həsənin nəvəsi Rüstəm bəyin oğlu Emir Bayındır adına deməli yoldaşı Şah Səlimə xatun tərəfindən inşa etdirilmişdir. Bursa Ulu Cami var, hansı ki 1400-cü illərə aid inşa edilmiş. İldırım Bayezid tərəfindən Nıboğlu zaferi sonrası savaşın gəlirli halka armağanı olaraq inşa edilmişdir. Türkiyənin Bursa şəhərində yerləşir. Qübbələri çoxdur, yəni. Bursa Ulu Caminin fərqliliyi budur, yəni. Burada İzmit saat qülləsi idi. Burada isə İzmir saat qülləsinin maketi yerləşir. Deməli, 2-ci Əbdülhəmid taxta çıxışının 25-ci il dönümünə hədiyyədir. Küçük Said Paşa tərəfindən sadrazam. Burada Nemrut dağı kalıntıları adlı maket var, hansı ki Nemrut dağında 2206 metr yüksəklikdə Komagene krallığına aid kalıntılardır. Dünyanın 8-ci möcüzəsi olaraq da adlandırılan. Burada 8-10 metrə yüksəkliyində, hündürlüyündə belə figurların kalıntıları tapılmışdır. Bu da Nemrut dağının bir maketi. Burada Trabzon Sümela Monastırının maketi yer alır, hansı ki Trabzonda 1300 metr yüksəklikdə dağ gövdəsinin içərisinə inşa edilmişdir. Məryəm Ana Monastırı olaraq da bilinir. Mardin daş evləri maketin qarşısındayıq. Burada yerləşən Məryəm Ana kilsəsidir. Roman dönəminə qədər belə deyək, gedib çıxmaqdadır. Uzunluğuna baxın, yəni. İzmirdə yerləşir. Tapınağı İzmirdə yerləşən Efes antik kəndinə aiddir. Eramızdan əvvəl 334-320-ci illər arasına belə deyək, tarixləri gedir. Buradan tapılan qalıntılar
İngiltərəyə apar. Teatr var. 2-ci əsrdə Antalyada inşa edilən teatrdır. 15.000 tamaşaçı tutumuna malikdir. Burada isə bizi bir kilsə qarşılayır. Yenə də adına baxaq. Sivas Dıyırığı Ulu Cami. Bu da camidir. 1229-cu ildə inşa edilib. Sivasda yerləşir. Mən bildim kilsədə amma. Amma ki məscid imiş. Yerləşən, yəni Kapadokiyada yerləşən peri bacaları maketi var. Gördüyünüz kimi. Bura mən istədim gedəm, amma heyf ki alınmadı. İnşallah gələn səfərə. Denizli şəhərində yerləşən Pamukkale'nin maketi yerləşir. 35 dərəcə istilikdə karbondioksid səbəbindən zəngin kireçli suyun akarkən donaraq oluşturduğu basamaklı havuzlardır. Ağ rəngdə olduğu üçün adını Pamukkale adlandırırlar. Surları da dəqiq desək, İstanbul qala divarları Avropanın ən uzun qoruma tikililərindən biridir. 50-dən fazla qapısı və uzunluğu 21 kilometrə qədər uzanır. Bu şəkildə. Həmçinin burada ölkə xaricində olan, Türkiyə xaricində olan, məsələn, Qüdsdə yerləşən Kübbeti Üs Sahra, məsələn, bu. Daha sonra Mescid-i Aqsa, bu da Qüdsdə yerləşir. Budapeştdə yerləşən Budapeştdə Gülbaba türbəsi Balkanlarda olan türk əsərlərindən biridir. Alaca Cami Makedoniyada, Şimali Makedoniyada bu şəkildə. Sinanın türbəsi İstanbulda, deməli Süleymaniyə Caminin yanında yerləşir. Mimar Sinan, yəni digər videolarıma baxmışsınızsa bir çox belə deyək İstanbul tarixi tikililərində çox böyük rol oynayıb. Ərazi çox genişdir həqiqətən. Bu deyəsən Süleymaniyə Camidir elə bu. Burada Boğaz Körpüsü var, gördüyünüz kimi. Önemli rica eder. Keyifli geziler dileriz. 15 Temmuz Şehitler Köprüsü. Bəli, bu da Süleymaniyə Camidir. Burada Kız Kulesi var. Maketi. Beylerbeyi Sarayının maketi yer almaqdadır. Deməli 1861-65-ci illərdə mimar Sarkis Balyana tərəfindən inşa edilmişdir. Bu deməli istifadə olunan bəzəklərin çoxunu birbaşa Sultan Əbdüləziz tərəfindən işlənilmişdir. Burada da yenə bu nədir görək? İdif kasrı İstanbulda yerləşir. Çubukluda koroluk içindedir. Abbas Hilmi Paşa tərəfindən 1907-ci ildə İtalyan mimar Delfo Seminato yapılmışdır. Dolmabahçe Sarayı, onun maketi. Böyüklüyünü buradan yəni görə bilərsiniz. Nə böyük, nə qədər böyük əraziyə sahib olduğunu. Bu da Dolmabahçe Sarayının qarşısında olan
saat qülləsidir. Deməli Sultanahmet meydanı, hansı ki Ayasofyanın maketi, Haseki Hürrem hamamı, bura gördüyünüz Sultanahmet meydanıdır və Sultanahmet caminin maketləri yer alır. Yəni burada oturacaqlara qədər baxın maketini ediblər bu şəkildə. Çox gözəl. Meydanın digər tərəfində olan dikili taşlar da var burada. Örmə sütun olsun, burmalı sütun, Mısır dikili taşı və bu meydan. Çox gözəl maket yəni yaradıblar. Qapı Sarayının maketi, 2-ci avlusunun maketi yer alır. Bura mətbəxlər hissəsidir. Dünən çəkdiyimiz bu tərəf harem hissəsi. Yəni 2-ci avlu adlanır bu hissə. Galata Kulesinin maketi var. Bak buradan sonra geleceğiz yine köprüden geçeceğiz. Artıq yoruldum. Həqiqətən yoruldum. Və burada Taksimdə belə deyək də, Taksimdə olan kilsə, hansı ki Bir tane var ya oraya gidelim. Antonia kilsəsi. Əvvəlki videolarımda bu da var. Baxa bilərsiniz bu kilsəyə. Bu hissə ilə yekunlaşdıq. İndi isə orada İstanbul Tarixi Yarımada model sərgisi var. Gedək görək orada nələr var. Yazıb ki 1600-1800-cü illərə səyahət etmək istəyirsinizsə bu sərgiyə keçin. Gedək baxaq. Maraqlı şeylər olsa çəkəcəm. Çöldən də maraqlıdır. Burada Topqapının dünən getdiyimiz hissələri var. Bura yenə 2-ci avludur. Məsələn, bura harem bölümüdür. Burada harem bölümüdür. İstanbul Arxeoloji Müzesi. Ayasofya. Sultanahmet Camisi və meydanı. Həmçinin Haseki Harem və Hürrem hamamı. Gecə ambiyansı yaratdılar. Həmin bu maketlərin necə edildiyi barədə edilməsi ilə bağlı göstərilir. Baxın, 3D printer vasitəsilə edilir. Bu şəkildə. Burada artıq səhər açıldı. Topkapı Sarayı'nın karşısı. Türk ve İstanbul Tarihi Yarımada sərgisinin sonuna gəldik. Yine leşim çıxdı. Artıq demək olar 2 günüm qalıb. Samsunlara getmək istəyirəm. Gəlin buranı mən sizə bir də göstərim. Çok böyük ərazidir, çox. $10.000-dən fazla, belə deyək, 10.000-dən çox maket var burada. Hansı ki onların
ölçüləri balacaladılıb, kiçildilib. Gedək indi gedim yemək yeyim, acam. Görüm harda nə yeyə bilirəm. Davam eləyərik, getdik. Axşam gəzintimizdən salamlar. Gəlmişəm Sultanahmet meydanına. Arxamda Ayasofyanı görürsüz. Yerəbatan sarnıcına daxil olmaq istəyirəm. Saat 7-də açılacaq axşam seansı. Axşam seansının qiymətləri yüksəkdir. Bilmirəm niyə. Yəqin ki, onu girəndə başa düşəcək. İndi burada rəngli evlərin olduğu bir məhəllə var. Ora doğru gedirəm. Gedək oraları gəzək. Görək orada nə var, nə yox. Sultanahmet Camisinin arxasında olan məhəllədəyik. Bilmirəm, rəngli evləri olan məhəllədir ya yox. Burada da yəni tarixi yerlər var. Tam olarak adını bilmirəm buraların necə gedir. Bilmədiyim yollarla hərəkət eləyirəm, yəni sadəcə xəritəsiz falan gəzirəm. Yəni bilmirəm hara çıxır. Heç bir məlumatım yoxdur. Qaydaq sarnıca doğru gedək. Buralar Fatih Belediyesinin tərkibində olan yerlərdir. Şəkildə. Davam edək, gedək. Hazırda Yerəbatan sarnıcının gecə seansının növbəsindəyik. Fərqi soruşdum. Deməli, gecə seansından gündüz seansının arasında qiymət fərqi var. Həmçinin niyə gecə seansı yaxşıdır? Həm işıq effektləri falan olur. Həmçinin az adam olur. İndi konsert var burada. Səhv eləmirəmsə. Məsələn, mən səhərə 75 TL ödəməli idim, amma indi 300 TL ödəyəcəm. Bir fərq də budur. Ustaca qiymət fərqini demişdim. Bu qədər. İndi sıranı gözləyirik. 19:30-da açılacaq, 10 dəqiqə var. Girək görək nə var, nə yox. Sarnıca daxil olduq. İndi gedək aşağıda da daha net videolar çəkərik. Çox geniş bir əraziyə sahibdir bura. Hətta yuxarıdan su da damcılayır borulardan. Çox geniş bir ərazidir həqiqətən. Yaxşı ki, gecə seansını almışam, çünki adam azdır. Tarixi ilə bağlı məlumatım yoxdur, amma Bizans imperiyasına aiddir. Yəni o dövrdən qalıb. Bu şəkildə belə. Burada Özgə Arslanın konserti deməyim, təqdimatı gedir. Konsertdir, mini konsert kimi Sarnıca daxilində. Sadəcə gecə seansını özəldir. İndi hal-hazırda başlamasını gözləyirik. Bu qədər.
Konser hələ davam edir. Artıq yavaş-yavaş çıxışa doğru yaxınlaşırıq. Kim gəlsə İstanbula mütləq bura gəlsin, mütləq şəkildə. Yeri batan sarnıcından çox maraqlı idi. Nə pis değildi, nə yaxşı değildi. Yəni orta. Amma dəydi. İndi Sultanahmet meydanına gedirəm. Bir dənə təzədən məscidin bir dənə gözəl, işıqlı videosunu da çəkim. Videoya əlavə edim YouTube videoma. Bu Ayasofyadır. Ən gözəli elə Sultanahmetdir. Baxın görün nə gözəldir. Oh Allah the Almighty, Allahu Allah, protect me and guide me, Allahu Allah, oh to your love and mercy, Allahu Allah, Ya Allah don't deprive me, Allahu Allah, from beholding your beauty. Gedək və gedək ayağım ağrıdı artıq. Bugün bu qədər gəzintimiz. Sabah adalara gedirik. Adalar beni bekle. Mən gəlirəm. Yaxşı. Adalara gedirəm sabah. Gedək görək orada nələr var, nə var, nə yox. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm. Digər videoma da keçid edib baxa bilərsiniz. Sağ olun.